Müəllimlər və müəllim olmaq istəyən namizədlər, idman oyunlarına bağlı bir neçə sualların izahını vermişdik. Bugünkü sualımız basketbol idman oyunu ilə bağlıdır. Suala diqqət edək. Basketbolda cərmə atışını kim yerinə yetirir? Yəni cərmə atışları zamanı hansı oyunçu cərmə atışlarını yerinə yetirir? Onu tapmağımızı soruşur. Diqqətinizə çatdırım ki, cərmə atışları 5.82 nöqtədən 5 saniyə ərzində yerinə yetirilməlidir. A variantına diqqət edək. Qayda kimə qarşı pozulubsa həmin oyunçu. B variantı hakim təyin edir. C püşkatma keçirilir. D məşqçi təyin edir. E variantı istənilən oyunçu. İstənilən oyunçu, xeyr, bu yanlış variantdır. Məşqçi təyin edir. Məşqçi də təyin etmir. D variantı da yanlış variantdır. C variantında püşkatma keçirilir deyə qeyd olunub. Ümumiyyətlə basketbol idman oyununda diqqətinizə çatdırım ki, püşkatma keçirilmir. B variantı hakim təyin edir. Xeyr, hakimin belə bir səlahiyyəti ümumiyyətcə yoxdur. A variantda qayda kimə qarşı pozulubsa, həmin oyunçu. Doğru variant A variantıdır. Qayda pozuntusu hansı idmançıya qarşı, hansı oyunçuya qarşı pozulubsa, həmin oyunçu da 5.82 nöqtədən cərimə atışlarını yerinə yetirir.